New York'un Comex əmtia birjasında qızılın bir troy unsiyasının qiyməti 31,5 dollar azalaraq 5194,1 dollar səviyyəsinə düşüb. Qızılın qiymətində bu ucuzlaşma analitiklərə görə əsasən qlobal iqtisadi göstəricilər, Amerika Birləşmiş Ştatları dollarının güclənməsi və investorlarda risk aktivlərinə yönələn marağın artması ilə bağlıdır. Qızıl ənənəvi olaraq iqtisadi qeyri-müəyyənlik zamanı təhlükəsiz liman hesab olunur, amma hazırda bazarlarda müəyyən stabilizasiya müşahidə edilir. Eyni zamanda gümüşün qiyməti 0,94 dollar artaraq 88,16 dollara bərabər olub. Gümüş qiymətindəki bu artım həm sənaye tələbindən, həm də investor marağından qaynaqlanır. Gümüş həm dekorativ, həm də sənaye metalı kimi istifadə olunduğundan qlobal iqtisadi aktivlik artdıqca qiyməti də yüksəlir. Ekspertlər bildirir ki, qızıl və gümüş bazarındakı hər iki hərəkət investorlar üçün fərqli strategiyalar tələb edir. Qızılın ucuzlaşması onu almaq üçün imkan kimi qiymətləndirilə bilər. Gümüşün bahalaşması isə bəzi sərmayəçilər üçün qazanc əldə etmə şansı yaradır. Beləliklə, dünya əmtia bazarlarında qızıl və gümüşün qiymətindəki dəyişikliklər yalnız investorlar üçün deyil, həm də valyuta, enerji və digər əmtia bazarlarına təsir göstərə bilər.